Dokumentlər 1997-ci ildə Avstriyada Dövlət Məhkəməsi ilə qəbul olundu. Bu dokumentlərini o vaxt siyasi sığınacaq istəyən Azərbaycanın hərbi eks-kəşfiyyatının zəbiti Faiq Ragimov tərəfindən Avstriya dövlət orqanlarına verildi və dokumentlər autentik, orijinaldır. Mən bu fotolarını sizə göstərirəm və özünüz tərcümə edə bilərsiniz. Mən öz növbədə qısa deyim ki, orada yazılıb. Heydər Əliyevin anası ermənidir. 1988-ci ildə Azərbaycanda gizli komissiya işləyirdi və mənim o vaxt 26 yaşım var idi və elə o vaxt eşitmişəm bundan. Mənim yaşımda adamlar ki, Mərkəzi Komitəsi ilə və dövlət orqanları ilə əlaqədə olmuşdular, bilirdilər, onlar da bilirdilər. Amma sonra nələr baş verdi və bu günə kimi baş verir, biz hamınız görürük. Amma bilmək də lazımdır ki, 1988-ci ildə Sovet prokurorluğun tələbi ilə gizli komissiya yaradıldı və istintaq başlandı. Bu dokument hazır variantda Bakının ikinci katib olan Palyaniçka Viktor Petroviçə verildi və yadınıza salıram ki, o Palyaniçka ki 1993-cü ildə avqust ayında öldürülüb və kim sifariş verib ki, onu öldürsünlər, siz yəqin ki, başa düşəcəksiniz. Dokumentdə deyilir ki, bu komissiya yaradıldı, keçmiş Azərbaycan Sovet İttifaqının Komünist Partiyasının birinci katibi Heydər Əliyev cinayətlərlə bağlı istintaq aparmaq üçün. İkinci səhifədə siz görə bilərsiniz ki, orada yazılıb ki, Heydər Əliyev gizli şəkildə o vaxt Nagorno Qarabağ birinci katibi olan Gevorkovla bir yerdə maddi yardımla milli qarşıdurmalar təşkil edirdilər. Nagorno Qarabağ indiki yuxarı Qarabağ, hansını ki mən qəbul etmirəm. Qarabağ birdir və mənim babam Qarabağdan olub. Bəylər ailəmiz olmuşdu. Onun üçün də bizi qırmağa başladılar. İkinci səhifədə yazılıb ki, Əliyev Gevorkovla qohum olmuşdular və Heydər Əliyev falsifikasiya edib, dokumentləri çaşbaş eləyib, dəyişdirib, gizli saxlayıb ki, onun anası erməni olmuşdur və orada yazılmasın. Sonra üçüncü səhifədə yazılır ki, Stepanyan və Mirzayan prokurorlar, kimlərlə qohum olan Heydər Əliyev, onları Sovet prokurorluğa işə qoydu ki, onlar bu istintaqın aparılmasını saxlasınlar. İmkan verməsinlər ki, istintaq etsin. Və Bakı prokurorluqda işləyənlər bəzi adamlar, kim onlarla dost olmuşdular, bu istintaqa problem yaradırdılar. İmkan vermirdilər ki, aparılsın və çalışırdılar ki, hökuməti öz əllərinə götürsünlər və Heydər Əliyevi bu hökumətə gətirsinlər. Və bunun nəticəsi kimi olunmuş 20 yanvar hadisələri milli faciə kimi tanınan tarixdə. Dördüncü səhifədə qeyd edir ki, o vaxt prokuror vəzifədə işləyənlər İsmailov və Babayev istintaqdan gizlətdilər ki, Narodni Kontrol adlandıran, xalqın nəzarət orqanı kimi tanıyan, onun report ki, Abşeron mehmanxanasında ekstremist təşkilat yaradıldı, hansı ki, onun məqsədi olmuşdur ki, Heydər Əliyevi hökumətə gətirsinlər və o vaxt orada direktor vəzifədə işləyən Agil Paşayev olmuşdu, Əliyevin çox yaxın qohumu və oradan əmrlər verilirdi ki, bütün bunlarını həyata keçirmək üçün. Və o vaxt keçmiş Mərkəzi Komitəsinin katib işləyən Mextiyev akademiyada təşkilat yaratdı ki, onlar rəsmi müraciət etdilər ki, Heydər Əliyev hökumətə gəlsin, yalvarırdılar. Orada da yazılıb ki, Mextiyevin arvadı ermənidir və Heydər Əliyevin erməni olan anasının tərəfindən bacısının qızıdır. Və 4-cü, 5-ci səhifələrdə yazılır ki,
Azərbaycan Respublikasının Ali Şurada Управляющий делами в Верховном Совете Axundov deputatların arasında eyni Əliyev üçün iş aparırdı ki, onun leyhinə. Və baxın ki, yazılıb, Axundovun bacısı Olya Axundova Zori Balayanın qardaşının arvadıdır. Zori Balayan onun qardaşı ilə evləndi və Zori Balayan Heydər Əliyevin qohumudur. Onun erməni anasının tərəfindən. Bunlar dokumentdə yazılıb. Bu dokumentin axırda piçat da var və imza. Milli Təhlükəsizlik Xidmətinin İstintaq şöbəsində işləyən Çudin. Mən əminəm ki, siz bu dokumenti özünüz də oxuya bilərsiniz və Azərbaycan dilinə də tərcümə edib saxlayacaqsınız. Çünki birazdan çox vacib və maraqlı faktlar istintaqda olan dokumentlərini də sizə çatdıracaq.